artırılmasıyla bağlı da indi belə deyək, şey oldu, nə deyək, indeksləşdirmə oldu 9,10. O da yenə deyirəm, bu bəziləri bunu artım kimi təqdim edir. Bu artım filan deyilsin insan. Bu o deməkdir ki, mən indi belə deyək də xalq dilində izah edeyim. Siz uşağınıza 5 manat verirsiniz, get bir dönər al, bir ayran, gündə bir dönər, bir ayran, 5 manat verir. Gələn il uşaq gəlir ki, ana bu 5 manatla bir dönər, bir ayran düşmür. 1 manatım çatmır. Siz əlavə uşağa 1 manat verirsiniz, olur 6 manat. Yenə uşağınız gedir, bir dönər, bir ayran alır. Yəni bu artım deyil, bu inflyasiyanın, o dövlətin belə də yürütdüyü siyasət nəticəsində pulun dəyərdən düşməsinin kompensasiya olunmasıdır. Artım o zaman olardı ki, məsələn bu 9,3 yox 15% olardı, 16% olardı artım. Bu indeksləşdirmədir və bu tək pensiyalara tətbiq olunmamalıdır. Minimum əmək haqlarına da tətbiq olunmalıdır. Və Azərbaycanda səhv etmirəmsə ildə bir dəfə olur bu. Türkiyədə ildə 2 dəfə olur, 6 aydan bir rəqəmlərə yenidən baxırlar ki, o indeksləşdirmə faizinə. Avropada 4 dəfədir, Sensam. 3 aydan bir. 3 aydan bir. Bizdə ildə bir dəfə. Yəni elə bilin ki, yanvarda çörək 1 manatdır. Məsələn, sizə 10 qəpik əlavə edirlər ki, çörək ala biləsiniz. Dekabrda çörək 1,50 olur, amma siz yenə 1 alırsınız. Amma 3 aydan bir eləsələr, 6 aydan bir eləsələr, insanlar heç olmasa bir nəfəs alır.